Yəni mən hara çatsam da belə, hər an möhtacam. Hər an möhtacam. Məsumların bir cümləsi var, deyir, Ənəl fəqir fi ğinaya. Bütün imkanlarımla birgə yenə sənə möhtacam, ya Rəbbəl aləmin. Ənəl fəqir. Ənəl fəqir. Yəni belə deyək ki, bir yerə gəldim, çatdım, da buradan sonra deyirəm, sənə ehtiyacım yoxdur, özüm geyəcəm. Belə yer yoxdur, belə yer məkan yoxdur, belə bir hədd yoxdur ki, bura qədər sənə möhtacam, da bundan sonra özüm geyəcəm, narahat olma. Biz o uşağa bənziyirik ki, hər an o hələ dünyaya təzə gəlib, heç imeyliyə də bilmir. Ananın nəyinə ehtiyacı var? Ağuşuna ehtiyacı var. Biz həmişə Allahın ağuşuna ehtiyaclı varlığıq. Hər an, hər an. Hər an. Biz belə bir varlığıq. Möhtacıq, möhtac. Bütün zərrələrimiz möhtacdır. Fəqirik, fəqir. Zatı fəqir. Yaxşı. Əksinə, insan qalxdıqca ilahi dərgahda daha çox ehtiyacını duymağa başlayır. Övliyalar, ariflər daha çox möhtaclığını duyurlar. Səndən, məndən bir neçə pillə öndə. Məhz ona görə də deyirlər, Allaha ən çox təşəkkür etməli insan kamil insandır. Gedir o fəna olur, fəna fillahu məqama yetişir. O daha çox təşəkkür edir Allaha.